Selamun Aleyküm və Rahmetullah. Aleyküm. Valideynlər yaşlandıqda onlara baxmaq vacibdirmi? Elhamdülillah və salatu və selamu alə Rasulillah. Sözsüz ki, valideynlər İslamda böyük bir məqamı var. Hətta Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, فَلَا تَقُلْ لَهُمَا اُفْ وَلَا تَنْهَرْهُمَا. Yəni onlara hətta ufdur demə. Hətta uf. Və uf sözü İbn Abbas radiyallahu anhu buyurur. Uf sözü ərəb dilində ən yüngül etiraz ifadəsidir. Ən yüngül, yəni ondan yüngülü yoxdur. Ona görə İbn Abbas, Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi oğlu, deyir ki, ərəb dilində başqa bir yüngül etiraz sözü olsaydı, bundan da yüngül, Allah onu istifadə edərdi Quran-ı Kərimdə. Yəni, ən yüngül, ən balaca etiraz sən valideynə göstərə bilmərsən. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bizə bunu buyurur. Və bu münasibət valideynə məhz Allah üçün olmalıdır. Yəni, hətta valideyn dində olmasa, kafir olsa belə, müşrik olsa belə, Allahdan qeyrisinə ibadət eləsə belə, sən eyni münasibət onunla saxlamalısan. Ona görə başqa ayədə Allah subhanahu wa ta'ala buyurur ki, وَاِنْ جَاهَدَاكَ عَلَى أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِعِلْمٍ. Əgər onlar, ata və ana, sənin ilə vuruşsalar, yəni məcbur eləmək istəsələr səni, məni şərik qoşasan, ən böyük günah Allaha şərik qoşmaq. Fələ tuti'huma, onlara itaət etmə. Sonra Allah subhanahu wa ta'ala buyurur, وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا. Lakin buna baxmayaraq, onlarla bu dünyada yaxşı davran. Təsəvvür elə, hətta qeyri-müsəlman olsa, kafir olsa, müşrik olsa, bütlərə ibadət eləsə belə, yenə də ona uf demək olmaz. Yəni, etiraz bildirmək olmaz. Və yenə də onunla gözəl davranmaq lazımdır. Və hətta sənə şirkə çağırsa səni, manələr yaratsa sənə dində, çox qardaşlar şikayət edilir. Məsələn ki, belə bir valideyn belə bir sözdür və s. Ona görə, əgər bu adi münasibətdirsə, danışmaqdırsa, onlara baxmaq necə? Sözsüz ki, onlara baxmaq vacibdir. Və onlara baxmaq ən böyük ibadətlərdəndir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, vay olsun o insan halına, vay olsun insan halına, vay olsun insan halına. Deyirlər, ya Rasulullah, kimdir o insan? Bizə bir xəbər ver. Bu bədbaxt insan kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, yəni onlar artıq qocalıblar və sən Allah səni nəsib edib ki, onlar tez dünyadan getmədilər. Lakin sən bundan istifadə etmədin və cənnətə daxil olmadın. Vay olsun o insan halını, Peyğəmbər 3 də bəddua edir ona. Yəni, ona görə valideyn müsəlman üçün ən böyük fürsətlərdən biridir. Cənnətə daxil olmaq üçün. Müsəlman əslən bu dünyada yaşayır ki, Allahın razılığını qazansın, cənnətə daxil olsun. Düzdürmü? İndi valideyn sənin üçün ən gözəl fürsətlərdən biridir. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə buyurur. Vay olsun insan halına. Ona görə sözsüz ki, valideynə baxmaq ən böyük ibadətlərdəndir və vacib ibadətlərdəndir. Ona görə Allahın razılığını qazanmaq mümkün deyil, əgər sən valideynin razılığını qazanmırsan. Nə qədər sən ibadət edirsən elə. Əgər sən valideynə pis münasibət bəsləyirsən, onların üzünə ağ olursan, onda bu halda Allah səndən heç vaxt razı olmaz. Nə qədər ibadət edirsən elə. Ona görə hədislərin birində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ridar Rabb fi ridal valid. Allahın razılığı, Rəbbin razılığı valideynin razılığındadır. Valideyn razıdırsa səndən, Allah da səndən razı olacaq. Və sonra davam edir Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur, وَغَدَبُ الرَّبِّ فِي غَدَبِ الْوَالِدِ. Və əksinə, valideyn qəzəblidirsə, onda Allah da səndən qəzəbli olacaq.
Fikir verin qardaşlar. Ona görə sözsüz ki, valideynə baxmaq vacib əməllərdəndir və böyük ibadətlərdəndir və bilmək lazımdır ki, nə qədər sən valideynə baxsan da, necə də onlara yaxşı münasibət bəsləsən də, onların haqqını heç o verə bilməyəcəksən. Heç vaxt. Ona görə hədislərin birində, əsərlərin birində rivayət olunur ki, bir gün bir kişi həc edirdi və Kəbənin yanında öz anasını qaldırmışdı öz boynuna və 7 dəfə tavaf belə elədi. Boynunda saxlayaraq. Və böyük sahabilərdən biri, sahabilərin alimi olan İbn Ömər, Ömər radiyallahu anh'ın oğlu Abdullah İbn Ömər o zaman məsciddə idi. Və bunu gördü. Sonra o kişi tavaf eləyib qutarandan sonra gəldi, İbn Ömərə yaxınlaşdı, dedi ki, nə deyirsən? Mən onun haqqını verdimmi? Yəni, ananın haqqını qaytardımmı? Bu hərəkəti etməklə, bu tavafı gətirdim onu o boyda yolu həccə, sonra həcdə də heç qoymadım geçsin Kəbənin yanında. Onda İbn Ömər ona cavab verdi ki, dedi, heç bir dənə onun sancısı, o hamilə olanda bir sancının da haqqını qaytarmadı. Təsəvvür edin. Yəni, onu görsədir ki, ananın, atanın haqqını qaytarmaq mümkün deyil. Sən bu dünyaya onların səbəbi ilə olmuşsan, gəlmişsən. Təsəvvür ki, sən yox idin. Lakin onların səbəbi ilə gəlmişsən. Nə onlara eləsən, yenə də azdır. Nə eləsən. Sadəcə sən onu eləməlisən ki, Allahın qəzabına düşməyəsən. Və günah qazanmayasan, ona görə əlindən gələni hamısını eləməlisən. Ona görə əlbəttə ki, baxmalıdır, baxmaq vacibdir və olmaz bu məsələdə səhlənkar olmaq, xüsusən qocalar evləri və s. eşidirik, verirlər. Bu sözsüz ki, ən böyük günahlardan biridir. Sənə imkanın varsa valideynə baxmaq, onun harası vermək ən böyük günahlardan, cinayətlərdən biridir. Allah subhanət hala müsəlmanları islah eləsin. Allah da yaxşı bilir. Allah sizdən razı olsun.